Koç, bugün enerjin çok yüksek olacak. Sanki içinde patlamağa hazır bir güc var. Səhər saatlarında tələskən qərarlar verə bilərsən. Amma çalış, səbirli ol. İş yerində və ya gündəlik həyatda kimləsə fikir ayrılığı yarana bilər. Sakit qalsan, qalib sən olacaqsan. Pul mövzusunda gözlənilməz xərclər çıxa bilər, xüsusilə ev və ya texnika ilə bağlı. Sevgidə isə ürəyin daha açıqdır. Münasibəti olan qoçlar romantik anlar yaşayacaq. Subaylar isə ani tanışlıqla həyəcanlana bilər. Axşam saatları sənə uğur gətirəcək. Tələsmə, düşün və sonra hərəkət et. Buğa, bugün sakitlik və rahatı qaxtaracaqsan. Son günlərin yorğunluğu səni biraz ləngidə bilər. Özünü məcbur etmə, hər şeyi yavaş-yavaş et. Maddi baxımdan xoş xəbərlər mümkündür. Gecikmiş pul və ya gözlənilməz qazanc gələ bilər. Ailə ilə vaxt keçirmək sənə enerji verəcək. Evdə dəyişiklik etmək, təmizlik və ya dekorasiya üçün uyğun gündür. Sevgidə isə daha həssas olacaqsan. Kiçik jestlər səni çox xoşbəxt edə bilər. Öz rahatlığını prioritet et. Əkizlər, bugün sözün həqiqi mənasında ünsiyyət günündür. Telefonun susmayacaq, yeni xəbərlər, mesajlar, görüşlər arxa-arxaya gələ bilər. Bu tanışlıqlardan biri gələcəkdə sənə böyük fayda verə bilər. İş həyatında yeni təklif və ya layihə ehtimalı var. Özünü göstərməkdən çəkinmə, amma diqqətli ol. Diqqətsizlik sənədlərdə səhv yarada bilər. Sevgidə açıq danışıq problemləri həll edəcək. Danış, paylaş, amma sirrini heç kəsə açma. Xərçəng, bugün emosiyalar biraz qarışıq ola bilər. Keçmişi çox düşünə bilərsən. Köhnə xatirələr, köhnə insanlar yada düşəcək. Amma bu səni zəiflətməsin, əksinə gücləndirsin. Pul mövzusunda şanslı gündür. Borc qaytarıla bilər və ya əlavə gəlir çıxa bilər. Ailə ilə bağlı xoş bir xəbər səni sevindirəcək. Sevgidə isə anlayış və qayğı ön plandadır. Sənin isti münasibətin qarşı tərəfi sənə daha da bağlayacaq. Keçmişi burax, gələcəyə fokuslan. Şir, bugün səhnə sənindir. Hara getsən diqqət üzərində olacaq. İnsanlar sənin liderliyini qəbul edəcək. İşdə irəliləyiş və ya rəhbərlikdən tərif ala bilərsən. Pul mövzusunda özünə güvənərək qərar verə bilərsən. Yeni fürsətlər qapını döyə bilər. Sevgidə isə qısqanclıqdan uzaq dur. Çox nəzarət münasibəti poza bilər. Biraz sərbəstlik daha yaxşıdır. Parla, amma eqonu idarə et. Qız, bugün planlama və təşkilat günüdür. Yarımçıq işləri bitirmək üçün əla fürsətdir. Evdə və ya işdə səliqə səhman yaratmaq sənə daxili rahatlıq verəcək. Sağlamlıq mövzusuna diqqət et. Yorğunluq və baş ağrısı ola bilər. Bol su içmək və istirahət etmək vacibdir. Sevgidə isə çox tənqid etmə. Bəzən sadəcə qəbul etmək lazımdır. Tərəzi, bugün şans sənin tərəfindədir. Gözləmədiyin gözəl xəbərlər ala bilərsən. Yeni dostluqlar və sosial mühitdə aktivlik artacaq. Əgər sosial media və yaradıcılıqla məşğulsansa, uğurlu nəticə əldə edə bilərsən. Pul baxımından da müsbət dəyişiklik görünür. Sevgidə romantika dolu bir gün olacaq. Sürpriz hədiyyə və ya görüş mümkündür. Fürsətləri qaçırma, cəsarətli ol. Əqrəb, biraz gərgin enerji hiss edə bilərsən. Hər kəsə güvənmək istəməyəcəksən. Bu normaldır. Planlarını gizli saxlamaq sənin xeyrinədir. İşdə rəqabət ola bilər, amma səbirli olsan qalib gələcəksən. Maddi məsələlərdə ehtiyatlı davran. Sevgidə isə dərin və emosional anlar yaşayacaqsan. Güc ən böyük gücdür. Oxatan, bugün macəra ruhun oyanacaq. Səyahət planı, yeni kurs və ya fərqli təcrübə istəyə bilərsən. Yeni biliklər qazanmaq üçün ideal gündür. Dostlardan gələn dəstək səni sevindirəcək. İşdə yeni imkanlar yarana bilər. Sevgidə isə gözlənilməz mesaj və ya görüş ürəyini sürətləndirəcək. Dəyişikliklərdən qorxma. Oğlaq, bugün məsuliyyətlərin arta bilər. İşlər çox olacaq, amma nəticəsi səni sevindirəcək. Maddi mövzularda planlı olmaq vacibdir. Büdcəni düzgün idarə etsən qazancın artacaq. Ailədən bir məsləhət sənə doğru yol göstərəcək. Sevgidə isə daha yumşaq olmağa çalış. Hər şeyi tək etməyə çalışma, dəstək qəbul et. Dolça, bugün sənin enerjin zirvədədir. Özünü daha azad və güclü hiss edəcəksən. Yeni başlanğıclar, qərarlar və dəyişikliklər üçün ideal vaxtdır. Görünüşünü dəyişmək, yeni işə başlamaq və ya fərqli ideyaları həyata keçirmək üçün əla gündür. İnsanlar sənin enerjinə cəlb olunacaq. Sevgidə isə maraqlı tanışlıq mümkündür. Özün ol, maska taxma. Balıqlar, bugün biraz xəyalpərəst ola bilərsən. Tək qalmaq və düşünmək istəyə bilərsən. Ruhunu dinlə. Meditasiya, dua və ya sakit gəzinti sənə yaxşı təsir edəcək. Gizli qalan bir məsələ aydınlaşa bilər. Hisslərinə güvən. Sevgidə isə səmimi sözlər möcüzə yaradacaq. Ürəyinin səsinə qulaq as.